Dünənki Qarabağ Neftçi oyunundan sonra Qurban Hocanın böyüklüyü və Samir Abbasovun haqsız yerə danışmağı. Bir dəqiqəni artıq danışmayacağım, çünki bütün fikirlərinizi bilmək istəyirəm. Dünən Qurban müəllim mətbuat konferansında bildirdi ki, Neftçi artıq özünə gəlməyi bacarıb, Neftçi bir neçə turdan sonra komandalara başarılı olmağı bacaracaq və Neftçi iddialı olmağı, yəni iddialı komanda olmağını göstərəcək. Bu Neftçi Qarabağın Neftçiyə qoyduğu, yəni Qurban Qurbanovu Neftçiyə qoyduğu hörmət, Neftçiyə göstərdiyi sayğıdır. Və Samir Abbasov mətbuat konferansında bildirir ki, bura yığılan media, bura yığılan mikrofonlar, bura yığılan azərkeşlər Qarabağın performansına görə, Qarabağın son illərdə göstərdiyi çıxışa görə yox, Neftçiyə görə yığışıb. Samir Abbasov, Qəbələ Neftçi oyununda niyə o mikrofonlar yoxdur? Niyə barışmaq istəmirsən ki, Neftçi heç vaxt Qarabağla ayaq uzada bilməz, gələcəyi deyə bilmərəm. Həqiqətən də fərqi siz görürsünüz. Qurban Qurbanov böyük məşqçidir və dahi məşqçidir.